Allah hardadır? Allah məkandan münezzəhdir. Quranda var Allah məkandan münezzəhdir dostum. Quranda ən çox zikr olunan kəlmələrdən biri Subhanallah kəlməsi. Bilirsən məsələ budur. Allah qüsurlardan uzaqdır. Hə. Cisimdirsə qüsurdan uzaqdır. Konkret bunu öyrənmək istəyirəm. Məkanda olan şey avtomatik cisimdir. Məkanda olan şey zamana da tabedir. Zamana tabedirsə bu şey cisimdir, hərəkətlidir. Allah bu şeylərdən uzaqdır, müstəğnidir. 2 dənə sual verəcəm. Konkret denən qəbul edirsən yoxsa yox? Aha. 1. Allah məkandan münezzəhdir. Allah məkandan münezzəhdir. Qəbul edirsən bunu? Qəbul edirəm. Yaxşı. 2-ci sual. Allahu fis-səməi. Allah göydədir. Bu ifadəni də qəbul edirəm, bəli. Çünki Quran Tam qəbul edirsən. bəli. İkisini eyni anda nə qəbul edə bilirsən? Bunlar zidd Yəni- deyil bir-birinə. Ayə də var məsələn ki, yerdə və göydə ilah odur. Qəbul edirsən? Qəbul edirəm, bəli. Yəni onda yerdə denən də. Niyə demirsən Allah yerdədir? Yəni yerdə güc sahibi odur. Və göydə də güc sahibi o da niyə? Yəni hara baxsan orada işi görən icraçı odur. Tamam da. Yəni onda yerdə də göydə də yəni Quranda ayədə açıq-aşkar deyilir ki, yerdə və göydə ilah odur. Biz bunu yerdə ilah odur deyilən zaman necə ki biz yerdə məkan olaraq demirik, yəni yox, təvil eləməyək demirik biz bunu. Yəni yeri hökmranlığı altına alan, yerdə olan bütün prosesləri idarə edən, amma yerdə yaratma fəaliyyəti görən Allahdır. Eləcə də göydə.